Əməkdar artist Elza Seyidcahan onu tənqid edənlərə cavab verib. Axşam.az xəbər verir ki, sənətçi öz aramızda proqramında sərt açıqlaması ilə diqqət çəkib. O bildirib ki, həmin insanlar onun paxıllığını çəkənlərdir. Ay yazıqlar, bədbəxtlər, qoca sarsaqlar, ölmüsünüz xəbəriniz yoxdur. Sizi yerdən götürən yoxdur. Ölün, utanın yerə girin, ağıllı olun. Siz öz sənətkarınızı necə tənqid edirsiniz? Ağıllı olun, ağlınızı başınıza yığın. Dövlətin mənə verdiyi adları alın təri ilə almışam. Yazıçılar Birliyinin üzvü, Dövlət Televiziyasının solisti, fəxri ad almışam. Dövlətin nazını çəkidiyi sənətkarları tənqid edirsiniz. Romans, müzikallar bəstələyirəm, geyinib keçinirəm. Siz aylarla üstünüzü belə yumursunuz. Tofiq Quliyevə Kuliyev, Qara Qarayevə Karayev deyirsiniz. Seyidcahan Ermənistanda konsert vermək istəyindən söz açıb. Zəng gəldi və soruşdular ki, nə vaxtsa Ermənistanda konsert verərsiniz? Cavab verdim ki, əlbəttə, orada Qarabağ Azərbaycandır adıyla konsert verəcəyəm. Eşitmişəm ki, Tikim sizin ağzınızı şeirimi sevirlər, onu oxuyacam.